Nümunədə buraxılmış doğru işarələrini müəyyən edin. Onun səsindəki günahkar ahəngi hiss edən xanım mehribanca gülümsərdi. Müəllifin sözü bitdi. Yeni sətirdən başladığına görə tire işarəsini qoyuruq. Tire. Salam, Güləbətin. Deməli, salamdan sonra vergül qoyuruq, çünki Güləbətin xitabdır. Salam, Güləbətin, vergül. Yatıb yuxuya qalmısan. Vergül. Deməli, hə, sual, tire, deyər və dərhal əlavə edərdi. Vergül, tire, eybi yoxdur. Səhər yuxusu şirin olur. Bugün mən tez durmuşam. Deməli, buraxılmış doğru işarələrin sayını müəyyən edək. Qoşan nöqtə 1, 2, 3 tire. Deməli, 3 tire, 1 sual. Vergül işarələri isə 1, 2, 3, 4, 5 və 6 da vergül işarəsi vardır. Deməli, qoşan nöqtə 3 tire, 6 vergül və 1 sual. Bu da sualımızın B bəndində öz əksini tapmışdır. Cümlələrdən birində soyuq sözü məcazi mənada işlənməklə yanaşı cümlənin təyinidir. A bəndi. Bu soyuq qara daş nə günəş şüası ilə qızır, nə də insan hənirtisi ilə isinirdi. Deməli, soyuq daş. Bu həqiqi mənada işlənmişdir. Bizə dedik ki, məcazi mənada işlənsin. Ona görə A bəndi düzgün cavab ola bilməz. B bəndi. Atasının otağında babası ilə rastlaşan Seyid Əzim onunla soyuq davrandı. Soyuq davranmaqda soyuq sözü məcazdır. Ancaq davranmaq feil olduğuna görə təbii ki, soyuq, tərcə hərəkət, zərflik olacaq. C bəndi. Məclisi soyuq görən Məryəm qayıdıb getdi. Deməli, ümumiyyətcə burada soyuq sözü söz birləşməsinin içərisindədir. Kim Məryəm, hansı Məryəm? Məclisi soyuq görən. Doğrudur, burada soyuq sözü məcaz mənada işlənmişdir, amma cümlənin təyini deyildir. D bəndi. Qız professora iti və soyuq bir nəzər salaraq heç bir cavab vermədi. Deməli, soyuq nəzər salmaq. Məcaz mənada soyuq sözü. Ancaq qız deməli, professora iti və soyuq bir nəzər salaraq. Bu bütövlükdə cümlənin zərfliyidir. Yəni, cavab vermədi. Xəbər, kim, qız, qız necə cavab vermədi? Professora deməli, iti və soyuq bir nəzər salaraq. Nümunələrlə bağlı uyğunsuzluğu müəyyən edin. Demək olar ki, bütün işlərin ən çətini onu başlamaqdır. Tabeli mürəkkəb cümlədir. Deməli, buradakı iki bağlayıcı demək olar ki, nəyi? Bütün işlərin ən çətini onu başlamağın olması. Deməli, fikir doğrudur. B bəndi. Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir. Təyin feili birləşməklə ifadə olunmuşdur. Baxaq. Deməli, nə? Yol, hansı yol? Zirvəyə gedən təyin feili birləşməklə ifadə olunmuşdur. Fikir doğrudur. C bəndi. İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər. Ki, mürəkkəb cümlədir, anlayışlar qarşılaşdırılır. Baxaq. İnsan zəkanın qarşısında hörmətlə nə edər? Əyilər. Amma gözəl rəftar və mərhəmətin qabağında nə edər? Diz çökər. Əyilər, diz çökər. Kim? İnsan. Göründüyü kimi xəbərlərin hər ikisi bir mübtədəyə aiddir. Bu isə cümlənin həmciz xəbərli sadə cümlə olduğunu deməyə əsas verir. Burada isə mürəkkəb cümlədir yazılır. Deməli, C bəndindəki fikir yanlışdır. D bəndi. Həqiqətin bəzənməyə ehtiyacı yoxdur. Onun öz çöhrəsi hər cür bəzəkdən daha gözəldir. Tabesiz mürəkkəb cümlədir. Cümlələrdən biri digərində ifadə olunan fikri aydınlaşdırır. Deməli, həqiqətin bəzənməyə ehtiyacı yoxdur. Onun öz çöhrəsi hər cür bəzəkdən daha gözəldir. Yəni, onun öz çöhrəsi hər cür bəzəkdən daha gözəldir cümləsi həqiqətin bəzənməyə ehtiyacı yoxdur cümləsində ifadə olunan fikri izah edib aydınlaşdırır. Fikir doğrudur. E bəndi. Yaradanın əlindən çıxan nə varsa gözəldir. Hər şey insanın əlində pozulur. Əvəzliyin iki müxtəlif məna növü işlənmişdir. Deməli, yaradanın əlindən çıxan nə varsa gözəldir. Hər şey insanın əlində pozulur. Göründüyü kimi sual və qeyri-müəyyən əvəzlik işlənmişdir. Bu fikir də doğrudur. Göründüyü kimi C bəndində verilən fikir yanlışdır. Ona görə sualımızın düzgün cavabı C bəndi olacaq.
Hansı sıralardakı sözlərin yerini dəyişdirməklə cədvəldəki uyğunluğu bərpa etmək olar? Deməli, kübarlıq və qubarlanmaq. Göründüyü kimi birinci cərgədə verilmiş sözlərdə hər hansı bir problem yoxdur. 2. Nürani. Nürani yox, nurani olacaq. Muvafiq yox, müvafiq olacaq. Deməli, biz nurani və müvafiq sözlərin yerini dəyişməliyik. 2. 3. Lüzum ola bilməz. Təbii ki, bu lüzum olacaq. Pulemyot yox, pulemyot. Burada problem yoxdur. 4. Müşavirə ola bilməz. Təbii ki, müşavirədir. Ruhanidir. Burada da problem yoxdur. Deməli, süveren ola bilməz. Suveren, nümayiş yox, nümayiş olacaq. Deməli, biz 5-də də suveren və nümayiş sözlərinin yerini dəyişdirməliyik ki, uyğunluq bərpa olunsun. Deməli, sualımızın düzgün cavabı 2, 5, yəni B bəndi olacaq. Nümunəyə və cədvələ əsasən uyğunluğu müəyyən edin. Elm təkcə bilik deyil, həm də şuurdur. Yəni, bilikdən necə istifadə etməyi öyrədəndir. Deməli, nümunə ilə bağlı doğru və yanlış fikirləri müəyyən etməliyik. 1. Tabesiz mürəkkəb cümlədir. Cümlələrdən biri digərini izah edib aydınlaşdırır. Deməli, biz bu fikrin doğru yoxsa yanlış olduğunu müəyyən etməliyik. Elm təkcə bilik deyil. Deməli, bilik deyil, şuurdur. Yəni, bilikdən necə istifadə etməyi öyrədəndir. Nə elm? Göründüyü kimi burada mürəkkəb cümlə yox, həmcins xəbərlər var. Ona görə birinci fikir doğru ola bilməz. 2. Həmcins xəbərlər işlənmişdir. Bəli, qeyd etdiyimiz kimi həmcins xəbərlər işlənmişdir. 3. Tamamlıq ismi birləşmə ilə ifadə olunmuşdur. Deməli, nəyi öyrədəndir? Bilikdən necə istifadə etməyi. Bu isə deməli məsdər tərkibidir. İsmi birləşmə ilə yox, feili birləşmə ilə ifadə olunmuşdur. Burada isə yanlış fikirlər müəyyən etməliyik. Xəbərlər müxtəlif şəxslərdədir. Deməli, bilik deyil, şuurdur, öyrədəndir. Göründüyü kimi müxtəlif şəxslərdə yox, eyni şəxslərdədir. Fikir yanlışdır, ona görə 4-ü götürəcəyik. 5. Aydınlaşdırma bağlayıcısı mürəkkəb cümlənin komponentlərini bir-birinə bağlamışdır. Qeyd etdiyimiz kimi cümlə mürəkkəb cümlə deyil. Ona görə də təbii ki, bu fikirdə doğru ola bilməz. Yanlış olduğuna görə götürürük. 6. Həm ədat, həm də bağlayıcı işlənmişdir. Deməli, elm təkcə bilik deyil, təkcə ədatdır, həm də bağlayıcı. Deməli, bu fikir də doğrudur. Yanlışın altında olduğuna görə təbii ki, bunu götürməyəcəyik. Deməli, doğru olan fikir 2, yanlış olan fikir isə 4, 5-dir. Deməli, sualımızın düzgün cavabı 2, 4, 5, yəni D bəndi olacaq. Tərkib hissələri müəyyən şəxsli cümlələrdən ibarət olan mürəkkəb cümlələrdən birində eyni zamanda baş verən hadisələr sadlanır. Deməli, biz sualın şərtində diqqətli olmalıyıq. Burada 2 tələb qoyulmuşdur. Biz həm mürəkkəb cümləni, tabesi mürəkkəb cümləni müəyyən etməliyik, həm də oradakı deməli tabesi mürəkkəb cümlənin tərkibində işlənən cümlələr müəyyən şəxs olmalıdır və tabesi mürəkkəb cümlənin özündə eyni zamanda baş verən hadisələr sadlanmalıdır. A bəndi. Uşaq filmə baxmaq istəyir, qardaşı isə ona mane olurdu. Deməli, baxmaq istəyir, uşaq mane olurdu qardaşı. Cümlə tabesi mürəkkəb cümlədir. Deməli, tərkib hissələri müəyyən şəxsli cümlələrdir. Ancaq burada fikirlər qarşılaşdırılır. Deməli, A bəndi düzgün cavab ola bilməz. B bəndi. Heydər həmişə fikirlidir. Heç qaş-qabağı açılmır. Bu cümlənin deməli ikinci tərkib hissəsi deməli müəyyən şəxsli ola bilməz. Ona görə düzgün cavab ola bilməz. C bəndi. Gecələr yer yurd soyuyur. Gölməçələrdəki qurbağalar tənbəl-tənbəl quruldayırdılar. Soyuyur, yer yurd, quruldayırdılar qurbağalar. Deməli, göründüyü kimi cümlə mürəkkəb cümlədir, tabesi mürəkkəb cümlə, tərkib hissələri müəyyən şəxsli cümlədir və eyni zamanda baş verən hadisələr də sadlanır. Deməli, sualımızın düzgün cavabı C olacaq. D bəndi. Birdən motor sustu, çarxlar dayandı. Deməli, sustu, motor dayandı, çarxlar tabesi mürəkkəb cümlədir. Tərkib hissələr müəyyən şəxslidir, ancaq burada cümlələrdən birində səbəb, digərində isə onun nəticəsi verilmişdir. E bəndi. Elə bil başına qaynar su tökdülər. Bədəni gizildəməyə başladı. Deməli, başına qaynar su tökdülər. Qeyri-müəyyən şəxsli cümlədir. Bədəni gizildəməyə başladı, müəyyən şəxsli. Bizə isə demişdik ki, tərkib hissələri deməli müəyyən şəxsli cümlə olsun. Ona görə E bəndində sualın düzgün cavabı ola bilməz. Göründüyü kimi sualımızın düzgün cavabı
C bənd olacaq. Nəqqaşlıq sözünün fonetik təhlilə bağlı yanlış fikri müəyyən edin. Əvvəla sözün düzgün tələffüz formasını müəyyən edək. Nəqqaşlıq şəklində tələffüz olunmuşdur. Deməli, A bəndi səs və hərf tərkibi fərqlənir. Fikir doğrudur. Çünki Q samiti K kimi, L samiti D kimi, Q samiti isə X kimi tələffüz olunur. B bəndi bir-birlə qarşılıq təşkil edən samitlər işlənmişdir. Deməli, sözdəki K və Q samitləri bir-birlə qarşılıq təşkil edir. C. İki samitin kar qarşılığı yoxdur. Yəni, cingiltli samitdir, kar qarşılığı yoxdur. Baxdığımız zaman görürük ki, deməli, nəqqaşlıq sözündə yalnız N samiti cingiltlidir, onun kar qarşılığı yoxdur. Bildiyimiz kimi sözün səs və hərf tərkibi tələffüz əsasən müəyyənləşir. Yəni, səsləri təhlil etdiyimiz zaman tələffüzə baxırıq. Burada L hərfi var, L hərfi D səsini ifadə edir. Ona görə də, deməli, C bəndində verilmiş iki samitin kar qarşılığı yoxdur fikri yanlışdır. D bəndi cingiltli samitlərlə saitlərin sayı bərabərdir. Deməli, cingiltli samitlər 1, 2, 3 cingiltli samit var. Saitlər də 1, 2, 3-dür. Deməli, fikir doğrudur. E bəndi 3 hecalıdır, dodaqlanan sait işlənməmişdir. Deməli, nəqqaşlıq sözü 1, 2, 3 hecalı sözdür və sözün tərkibində dodaqlanan sait işlənməmişdir. Bu fikir də doğrudur. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Nümunənin aid olduğu üslub üçün səciyyəvi olmayan xüsusiyyətləri müəyyən edin. Əvvəla biz nümunənin üslubunu müəyyən eləyək. Eşqsiz yaşayan donuq bir insan, içini qurd yemiş boş bir ağacdır. Əsrlər dolanır, dəyişir zaman, məhəbbət əbədi bir ehtiyacdır. Gördüyümüz kimi burada sözün poetik funksiyasından istifadə edilmişdir. Deməli, içini qurd yemiş boş bir ağac. Sonra, deməli, məhəbbət əbədi bir ehtiyacdır. Yəni, burada deməli biz müəyyən edirik ki, nümunə bədii üslubdadır. Biz bədii üsluba aid olmayan xüsusiyyətləri müəyyən etməliyik. 1. Bu üslubda işlənilən feillər adətən əmr, xəbər, vacib və şərt şəkillərində olur. Bəli, bu fikir bədii üsluba aid deyil. Deməli, bu düzgün fikirdir. 2. Aydınlığa, anlaşıqlığa xüsusi diqqət yetirilir. Bu fikir də bədii üsluba aid deyil. Bildiyimiz kimi polistik üsluba aid olan xüsusiyyətdir. Bu da deməli düzgün cavab kimi götürüləcəkdir. 3. Obrazlı nitq forması olub, nəsr və nəzm şəklində təzahür edir. Bu, bədii üsluba aid olan xüsusiyyətdir. Bunu götürməyəcəyik. 4. Ədəbi dil tarixində həmişə aparıcı üslub olmuşdur. Fikir bədii üsluba aiddir. 5. Mürəkkəb cümlələrdən geniş istifadə olunur. Bu fikir də bədii üsluba yox, elmi üsluba aiddir. Deməli, sualımızın düzgün cavabı 1, 2, 5, yəni E bəndi olacaq. Vatikana son ezamiyyətin müddətində Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələrini aşkar etdik cümləsi ilə bağlı yanlış fikri müəyyən edin. A bəndi mübtədası buraxılmış müəyyən şəxsli cümlədir. Fikir doğrudur. Çünki cümlənin xəbəri deməli aşkar etdik və buradakı şəxs sonluğuna əsasən biz mübtədasını bərpa edə bilərik. Deməli, bu fikir doğrudur. B bəndi xəbər şəklində olan feillə ifadə olunmuşdur. Fikir doğrudur. Et sözün kökü buradakı di zaman şəkilçisidir. Bu isə onun xəbər şəklində olduğunu demək əsas verir. C bəndi cümlə üzvləri arasında tabiçilik əlaqəsi işlənmişdir. Baxaq. Deməli, Vatikana son ezamiyyətin müddətində Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələrini aşkar etdik. Deməli, burada tabiçilik əlaqəsi Avropa və Şərq sözləri arasındadır. Amma bu isə deməli cümlə üzvləri deyil. Yəni, söz birləşməsinin aslı tərəfidir. Ona görə də C bəndi yanlış fikirdir. D bəndi tamamlıq ismi birləşmə ilə ifadə olunmuşdur. Deməli, nə etdik? Aşkar etdik. Nəyi? Avropa və Şərq xəritələrini. Bu isə ismi birləşmədir. E bəndi qoşma söz birləşməsi daxilində cümlənin təyinidir. Deməli, nümunədəki qoşma aid qoşmasıdır. Sintaktik təhlil etdiyimiz zaman, deməli, Avropa və Şərq xəritələrini tamamlığını təyin edən ifadəyə baxaq. Hansı Avropa və Şərq xəritələrini Azərbaycan tarixinə aid? Deməli, Azərbaycan tarixinə söz birləşməsidir. Aid qoşması da o, deməli, birləşmə ilə birlikdə cümlənin təyinidir. Bu fikir də doğrudur. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Oğul sözünə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Adlı halda olan isimdirsə,
və təsirlik halda olan isimdirsə fikirləri verilmişdir. Biz bunlarla bağlı uyğunluğu müəyyən etməliyik. Deməli, əgər oğul sözü adlıq halda olan isimdirsə, qoşma ilə işlənərək cümlənin tamamlığı ola bilər. Bəli, bu fikir doğrudur. Məsələn, deyirəm ki, ata oğlu ilə kəndə getdi. Yəni, burada oğlu ilə kimlə sualına cavab verir və cümlənin tamamlığı olur. 2. Söz birləşməsinin əsas tərəfi ola bilər. Bəli, məsələn, mənim oğlum. Bu fikir də doğrudur. 3. Bütün hallarda yiyəlik halda olan sözdən sonra işlənməlidir. Doğrudur. Yəni, bu mənsubiyyə şəkilçili söz yiyəlik halda olan sözdən sonra işlənir, ancaq bütün hallarda o yiyəlik halda olan sözdən sonra işlənməlidir. Fikir təbii ki, doğru ola bilməz. 4. 2 hecalıdır. Cümlədə tamamlığın ifadə vasitəsi ola bilər. Deməli, oğul sözü milli sözdür və bu söz yalnız mənsubiyyə şəkilçisi qəbul etdiyi zaman kökdəki sait düşür. Təsrih halda olduqda isə bu sözün deməli kökündəki sait düşmür. Yəni oğullu şəklində olur. Ona görə də bu 2 hecalıdır fikri təbii ki, doğru ola bilməz. Sonra 5. Xəbərin ifadə vasitəsi ola bilməz. Doğrudur. Çünki təsrih halda olan söz ümumiyyətcə cümlənin xəbəri ola bilməz. 6. Fe'li birləşmənin asılı tərəfi ola bilməz. Fikir yanlışdır. Ola bilər. Deməli, sualımızın düzgün cavabı 1, 2, 5. Yəni, A bəndi olacaq. Hansı cərgədəki feillərin hamısında idi köməkçi sözü işlənmişdir? Deməli, feil deyir. Bilirik ki, idi köməkçi sözü feilin sadə şəkilləri, yəni təsriflənən feillərdən, yəni təsriflənən feillərin göstəricilərindən sonra işlənir. A bəndində insan sözü var. Buna baxmağa ehtiyac yoxdur, çünki bu feil deyil. B bəndi yerləşmişdi. Yer, yerləşmiş, zamandı, idi. Köməkçi sözü yaz, acaq, zamandı. Deməli, idi köməkçi sözüdür. Bil sözün kökü, deməli, ir, zaman, isə idi hissəciyidir. Deməli, göründüyü kimi burada idi köməkçi sözü bütün feillərdə işlənmişdir. C bəndi oxu sözün kökü uğur zamandı ididir. Al, acaq ididir. Burada isə apardı bu zamandır. Getdi, burada isə köməkçi sözü var. Ona görə buna baxmırıq. E bəndində eşit sözün kökü ir, deməli eşit, eşidir, indiki zamandır, idi hissəciyidir. Yaz, ılmış, deməli burada da idi köməkçi sözü var. Burada isə deyim, kökü artımına görə zamandır. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Çünki burada idi köməkçi sözü bütün feillərdə işlənmişdir. Müqayisə cədvəlinə əsasən verilmiş cümlələrlə bağlı hansı fikirlərin yeri dəyişilsə uyğunluq bərpa olunar? Nə qədər ki yaşayırsan, öyrən. Düşünmə ki, qocalıq gələndə sənə müdriklik gətirəcək. Digər cümləmiz, həm güclü, həm də zəif cəhətlərimi bilirəmsə, deməli, mübarizəyə hazıram cümləsidir. Birinci cümlə ilə bağlı verilmişdir ki, bağlayıcı söz işlənmişdir. Bildiyimiz kimi, bağlayıcı sözlər öz funksiyasını itirmiş sual əvəzlikləridir. Burada nə qədər ki ifadəsi bağlayıcı sözdür. Digər cümləmizə baxaq. Həm güclü, həm də zəif cəhətlərimi bilirəmsə, deməli, mübarizəyə hazıram. Göründüyü kimi, burada bağlayıcı söz yoxdur. Deməli, birinci fikir birinci cümləyə aiddir. 2. Tabeli mürəkkəb cümlədir. Bu yalnız birinci cümləyə aid xüsusiyyətini vermişdir. İkinci cümləmizə baxaq. Həm güclü, həm də zəif cəhətlərimi bilirəmsə, deməli, mübarizəyə hazıram. Gördüyünüz kimi, bu da, deməli, tabeli mürəkkəb cümlədir. Ona görə 2 ortaq olmalıydı. 3-ə baxaq. Deyir ki, tamamlıq işlənmişdir. Həm güclü, həm də zəif cəhətlərimi bilirəmsə, nəyi? Cəhətlərimi. Göründüyü kimi, burada tamamlıq var. Birinci cümləmizə baxaq. Nə qədər ki yaşayırsan, öyrən. Düşünmə ki, qocalıq gələndə sənə müdriklik gətirəcək. Nə edəcək? Gətirəcək. Nə gətirəcək? Müdrikliyi gətirəcək. Deməli, göründüyü kimi 3 də ortaq xüsusiyyət olması lazım idi. Yəni, ortaq xüsusiyyət olmalıdır. Çünki hər ikisində tamamlıq var. 4. Deyir ki, həm fiili, həm də ismi xəbər işlənmişdir. Birinci cümləmizə də baxaq, görək orada ismi və fiili xəbər varmı? Nə qədər ki yaşayırsan, öyrən. Düşünmə ki, qocalıq gələndə sənə müdrik gətirəcək. Göründüyü kimi, burada hamısı feili xəbərdir. İkinci cümlədə isə deməli, həm feili, həm də ismi xəbər vardır. Deməli, 4 yerindədir. Sonra
Mübtəda düzəltmə isimlə ifadə olunmuşdur. Ortaq xüsusiyyət kimi verilmişdir. Deməli, nə qədər ki yaşayırsan, öyrən. Düşünmə ki, qocalıq gələndə sənə müdriklik gətirəcək. Yəni, bu cümlədə deməli göründüyü kimi cümlənin mübtədası qocalıq sözüdür. Nə qədər ki yaşayırsan, öyrən. Düşünmə ki, qocalıq gələndə sənə müdriklik gətirəcək. Yəni, burada cümlə mübtədası qocalıq sözüdür. Düzəltmə isimdir bu qocalıq sözü də. Digər cümləmizə baxaq. Həm güclü, həm də zəif cəhətlərimi bilirəmsə, deməli mübarizəyə hazıram mən. Göründüyü kimi burada deməli mübtəda buraxılmışdır. Ona görə də biz 2-ni bura gətirmişdik. 2 ilə 5-in yerini dəyişməliyik. Çünki 5 bura gələcəkdir. 6-ya baxaq. Qrammatik cəhətdən cümlə ilə bağlı olmayan söz işlənmişdir. Yəni, xitab və ara söz. Bu da ortaq xüsusiyyət kimi verilmişdir. Görək, hər iki cümlədə qrammatik cəhətdən cümlə ilə bağlı olmayan söz varmı? Birinci cümləmizdə nə qədər ki yaşayırsan, öyrən. Düşünmə ki, qocalıq gələndə sənə müdriklik gətirəcək. Burada deməli, qrammatik cəhətdən cümlə ilə bağlı olmayan söz yoxdur. B-yə baxırıq. Həm güclü, həm də zəif cəhətlərini bilirəmsə, deməli, mübarizəyə hazıram. Burada isə var. Deməli, 6 bura gəlməsi lazımdır. 3 ilə də 6-nın yerini dəyişməliyik. Yəni, 2 ilə 5-in, 3 ilə də 6-nın yerini dəyişsək, cədvəldəki uyğunluq bərpa olunur. Deməli, sualımızın düzgün cavabı olur. 2, 5, 3, 6 D bəndi. Bəndlərdən birində uçurum sözü fəlakət, dəhşət, faciə mənasında işlənmişdir. A bəndi. Sağımız dağ, solumuz qorxunc, uçurum, meşəlik, dağlıqdır. Yəni, burada bildiyimiz uçurumdan söhbət gedir. B bəndi. Kəşfiyyatçılar iri gövdəli qalın meşədən birdən uçurum bir dərəyə düşdülər. Yəni, buradakı uçurumda bildiyimiz uçurumdan, yəni burada da bildiyimiz uçurum sözündən söhbət gedir. Yəni, uçqun mənasında. C bəndi. Mübariz dostlar arasındakı uçurumu dərinləşdirirdi. Yəni, dostlar arasındakı buradakı uçurum, yəni onlar arasındakı problemdən söhbət gedir. Burada fəlakət, dəhşət mənası yoxdur. D bəndi. Qudurğan qasırğa, çarpaşıq yollar, yolumda zülmət var, uçurumlar var. Yəni, yolumda fəlakət, dəhşət, faciə var. Yəni, burada uçurum sözü artıq məcazi mənada işlənmişdir. Bu sualımızın düzgün cavabı olacaq. E bəndi. Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdür. Burada da bildiyimiz həqiqi mənada olan uçurumdan söhbət gedir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı cümlədə ədəbi dilin 2 müxtəlif norması pozulmuşdur? A bəndi. Deyirlər ki, adınız hər yanda məşhurdur sizin. Deməli, məşhurdur olması lazımdır. Bu fonetik normanın pozulmasıdır. Və deyirlər ki, sizin adınız hər yanda məşhurdur. Deməli, söz sırasının pozulması vardır ki, bu da qrammatik normadır. Görünür ki, burada həm fonetik, həm də qrammatik norma pozulmuşdur. Bu sualımızın düzgün cavabı. B bəndi. O, başqalarından fonetik normanın pozulması çox işləyir. Ailəsini çörəyə möhtac qoymurdu. Burada başqa normanın pozuntusu yoxdur. C bəndi. Emosional danışdıqca gözləri önündə bir sıra xatirə canlanırdı. Bir sıra xatirələr olması lazım idi. Bu da qrammatik normanın pozuntusudur. Başqa bir deməli norma deməli pozulmamışdır. Daha doğrusu deməli canlanırdı. Nə canlanırdı? Xatirə. Yəni burada mübtədanın cümlənin sonuna doğru getməsi məsələsi var. Yəni, biz bunu norma pozuntusu kimi qəbul etsək də qrammatik norma olacaq. Bu da təbii ki, 2 müxtəlif norma pozuntusu kimi başa düşülə bilməz. D bəndi. Deməli, nə zindandan çəkinmirik, nə də qanlı dar ağacından. Deməli, burada nə çəkinmirik. İnkarlı bağlayıcısı varsa, təbii ki, xəbər inkarda ola bilməz. Deməli, bir norma pozuntusu, nə də qanlı dar ağacından. Başqa burada norma pozuntusunu görmürük. E bəndi, hətta onlar eyni ildə, eyni ayda anadan olmuşdular. Bu da qrammatik normanın pozuntusudur. Deməli, göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Euler-Venn diaqramına və nümunələrə əsasən doğru fikirləri müəyyən edin. Azərbaycanın hər guşəsində əsrarəngiz gözəlliyə rast gəlirsən. Digər cümləmiz,
Qüdrət kişi bazara gedəndə arvadı bəzən darvazanın xırda gözünü bağlayardı. Deməli, 1. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuş şəxssiz cümlədir. Baxaq. Azərbaycanın hər guşəsində əsrarəngiz gözəlliyə rast gəlirsən. Bu cümlə ümumi şəxsli cümlədir. Qüdrət kişi, deməli, göründüyü kimi birinci fikir birinci cümləyə aid edilmişdir və cümlənin də biz ümumi şəxsli cümlə olduğunu nəzərə alsaq, deməli, birinci fikrin yanlış olduğunu görəcəyik. 2. Əvəzlik müstəqil cümlə üzvü deyil. Deməli, Azərbaycanın hər guşəsində göründüyü kimi söz birləşməsi hər müstəqil deyil. Digər cümləyə baxaq. Qüdrət kişi bazara gedəndə arvadı bəzən darvazanın xırda gözünü bağlayar. Məsələn, bu cümlədə gördüyümüz kimi əvəzlik işlənməmişdir. Deməli, 2 doğrudur. 3. Ortaq xüsusiyyət kimi həmcins üzv işlənməmişdir fikir verilmişdir. Azərbaycan hər guşəsində əsrarəngiz gözəlliyə rast gəlirsən. Burada həmcinslik yoxdur. B bəndi, Qüdrət kişi bazara gedəndə arvadı bəzən darvazanın xırda gözünü bağlayar. Burada da həmcinslik yoxdur. Deməli, 3 də doğrudur. 4. Təyin sifətlə ifadə olunmuşdur. Ortaq xüsusiyyət kimi verilmişdir. Azərbaycanın hər guşəsində əsrarəngiz gözəlliyə rast gəlirsən. Nəyə? Gözəlliyə. Hansı gözəlliyə əsrarəngiz? Deməli, burada biz təyinin sifətlə ifadə olunduğunu gördük. Digər cümləyə baxaq. Qüdrət kişi bazara gedəndə arvadı bəzən darvazanın xırda gözünü bağlayardı. Nə edərdi? Bağlayardı. Nəyi? Darvazanın xırda gözünü. Gördüyümüz kimi buradakı xırda sözü cümlənin təyini deyil. Çünki söz birləşməsinin içərisində verilmişdir. Ona görə 4-ü də götürmürük. 5. İkinci cümləyə aid olan xüsusiyyət kimi verilmişdir. Həm ismi, həm də fiili birləşmə işlənmişdir. Baxaq. Qüdrət kişi bazara gedəndə arvadı bəzən darvazanın xırda gözünü bağlayardı. Deməli, cümlənin müftədası arvadıdır. Arvadı nə vaxt deməli, darvazanın xırda gözünü bağlayardı? Qüdrət kişi bazara gedəndə. Burada fiili birləşmənin olduğunu görürük. Darvazanın xırda gözü də ismi birləşmədir. Biz ikinci cümlədə həm ismi, həm də fiili birləşmənin işləndiyini gördük. Birinci cümləmizə baxaq. Azərbaycanın hər guşəsində əsrarəngiz gözəlliyə rast gəlirsən. Burada isə ismi birləşmə olsa da fiili birləşmə yoxdur. Deməli, 5-ci fikir də doğrudur. 6. Mübtədası mürəkkəb adla ifadə olunmuşdur. Buradakı mürəkkəb ad Qüdrət kişi ifadəsidir. Bu isə fiili birləşmənin aslı tərəfidir. Yəni, müstəqil cümlə üzvü deyil. Deməli, sualımızın düzgün cavabı 2, 3, 5, yəni B bəndi olacaq. Uyğun bəndi müəyyən edin. A bəndi. Deməli, ümumiyyətcə cədvəldə bizə frazeoloji birləşmə, onun sinonimi və antonimini müəyyən etmək deməli tələb olunur cədvəldən. A bəndində verilmiş frazeoloji birləşmə gözü suyu içməməkdir. Yəni, gözü su içməmək şübhələnmək mənasındadır. Onun sinonimi ürəyinə xal düşməkdir. Bəli, şübhələnməkdir. Antonimi isə deməli bel bağlamaqdır. Yəni, bel bağlamaq kiməsə güvənməkdir. Gözü su içməməksə kimdənsə şübhələnməkdir. Yəni, burada göründüyü kimi uyğunluq gözlənilmişdir. B bəndi əldə saxlamaq, sinonimi əldən verməmək, antonimi ram etmək. Yəni, əldə saxlamaqla ram etmək təbii ki, antonim ola bilməz. C bəndi zəhləsi getmək, sinonimi xoş gəlmək. Xoş gəlmək, zəhləsi getməyin deməli sinonimi yox, antonimi olar. D bəndi dilə gəlmək, dillənmək mənasındadır. Ağız açmaq, onun sinonimi təbii ki, ola bilməz. E bəndi əti ürpəşmək, sinonimi diksinmək. Təbii ki, bu sözün sinonimi diksinmək ola bilməz. Çünki frazeoloji birləşmələrin sinonimi də və antonimi də frazeoloji birləşmə olmalıdır. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Budaq cümləsi baş cümləyə bağlayıcı sözlə bağlanmış tabeli mürəkkəb cümləni müəyyən edin. A bəndi 4 ay vardı, ananın gözləri yol çəkirdi. Burada budaq cümlə baş cümləyə yalnız intonasiya ilə bağlanmışdır. Birinci gələn tərkib isə baş cümlə, sonra gələn budaq cümlədir. B bəndi o elə bir müəllimdir ki, uşaqlara qayğı ilə yanaşır. Budaq cümlə baş cümləyə kişi bağlayıcı ilə bağlandı. C bəndi məktub olmasa bir də sən bu həyətə gəlmə. Sasə ilə bağlandı. Birinci gələn budaq cümlə oldu. Mən insan o adama deyərəm ki, ömrü fırtınalar içində keçsin. Deməli, baş və budaq cümlə.
Bəli, nə qədər ki valideynlərim sağ idi, mən belə lətifələri qələmə almaqdan, hətta onlara qulaq asmaqdan çəkinərdim. Bildiyimiz kimi bağlayıcı söz öz funksiyasını itirmiş sual əvəzlikləridir. Buradakı nə qədər ki ifadəsi də öz funksiyasını itirmiş sual əvəzliyidir və bağlayıcı sözdür. Deməli, burada da birinci budaq cümlə, sonra baş cümlə işlənmişdir və budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır. Hansı cümlədəki sifəti azaltma və ya çoxaltma dərəcəsində işlətmək mümkün deyil? A bəndi. Burada bihuş yatarkən nurani bir qoca mənə meydanda ad verən o qoca ozan gözümə göründü. O qoca ozan gözümə göründü. Demək, burada bihuş yatarkən nurani qoca, məsələn, nurani qoca, olduqca nurani, olduqca qoca. Yəni biz bunu çoxaltma dərəcəsində işlədə bilirik. B bəndi. Muzdurun nitqi kəsildi. Ay aman, olmaya dünənki çamadan əhvalatıdır. Burada biz dünənki sözünü nə azaltma, nə də çoxaltma dərəcəsində işlədə bilmərik. Deməli, sualımızın cavabı B bəndi olacaq. C bəndi. Mehriban sevgilim qarşımda durdu, yenə şairliyim başıma vurdu. Olduqca mehriban. Mehriban sözünü biz deməli çoxaltma dərəcəsində işlədə bilirik. D bəndi. Elşən uğura çatmaq üçün çətin yollardan keçmişdi. Çətin yollardan, olduqca çətin yollardan keçmişdi, işlədə bilərik. Bəndi, İsmailzadə deyir ki, bu il böyük bir saray tikəcəyik, olduqca böyük bir saray tikəcəyik. Bu da deməli mümkündür. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Nümunədəki tünd qara sözlərlə bağlı fikirlərin ardıcıllığını müəyyən edin. Həyat sevincin qədər əzabın da şirindir, səni mənalandıran o keşməkeşlərindir. 200 il yaşadı ləzzət içində Loğman, yenə möhlət istədi, ölərkən Allahından. Yatırdı göy çəməndə, çatdı ona Əzrail, söylədi, 200 il ömür sənə bəs deyil. Deməli, birinci əzabın sözü verilmişdir. Həyat sevincin qədər əzabın da şirindir. Deməli, əzab sözün köküdür, sənin əzabın mənsubə şəkilçisidir. Şirindir, xəbərdir, sifətlə ifadə olunmuşdur. Əzabın isə cümlənin mübtədasıdır. Deməli, birinci nə olacaqdır? Mənsubə şəkilçisi qəbul etmiş isimdir, cümlənin mübtədasıdır. Birinci olacaq 4. Şirindir, qeyd etdiyimiz kimi cümlənin ismi xəbəridir, sifətlə ifadə olunmuşdur. Deməli, 5-də deyir ki, cümlənin ismi xəbəridir. Deməli, 4-dən sonra 5 gələcək. Səni mənalandıran o keşməkeşlərindir. Məna sözün köküdür, mənalandıran fiil sifət. Nə sənin keşməkeşlərindir? Deməli, səni mənalandıran. Deməli, cümlənin mübtədasıdır və fiili birləşmənin əsas tərəfidir. Baxaq. Deməli, deyir ki, fiili birləşmənin əsas tərəfi olmaqla yanaşı sintaktik əlaqədə də əsas tərəfdir. Deməli, səni sözü mənalandıran sözünə tabeli əlaqəsi ilə bağlanmışdır. Mənalandıran sözü deməli, fiili sifətdir. Fiili birləşmənin əsas tərəfidir. Həmçinin sintaktik əlaqədə də əsas tərəfdir. Deməli, sonra 3 gələcək. Yenə möhlət istədi ölərkən Allahından. Nə vaxt? Ölərkən. Öl sözün kökü ərkən fiili bağlama. Deməli, fiili bağlama cümlənin zaman zərfliyidir. Deməli, deyir ki, təsdiqlənməyən fiildir. Cümlənin zaman zərfliyidir. 3-dən sonra 2 gələcək. Yatırdı göy çəməndə, çatdı ona Əzrail. Nə edirdi? Yatırdı. Yat sözün kökü ır-zamandı isə idi köməkçi sözüdür. Deməli, ən sonda isə olacaq nə? 1. Cümlənin fiili xəbərdir. Deməli, 4, 5, 3, 2, 1 ardıcıllığı deməli, öz əksini tapmışdır B bəndində. Doğru fikri müəyyən edin. A bəndi. Məktəbli sözü isimdən düzəlmiş sifətdir. Xeyr, məktəbli sözü isimdən düzəlmiş isimdir. B bəndi. Hər işin başlanğıcı və nəhayəti var cümləsindəki fərqləndirilmiş söz yalnız qrammatik mənaya malikdir. Yanlışdır, çünki burada nəhayət sözü əsas nitq hissəsidir, isim kimi işlənmişdir və mənsubə şəkilçisi qəbul etmişdir. Doğrudur, nəhayət sözü köməkçinin hissəsi kimi, yəni modal söz kimi işlənə bilər, amma bu cümlədə əsas nitq hissəsidir, yəni həm leksiya, həm də qrammatik mənaya malikdir. C bəndi. Tabesizlik bağlayıcısı tabeli mürəkkəb cümlənin tərkibində işlənə bilməz, yanlış fikirdir, işlənə bilər. Məsələn,
Doğrudur. Mən də orada idim. Ancaq görülənlər, deməli, baş verənləri görə bilmədim. Məsələn, burada tabeli mürəkkəb cümlədir və ancaq tabesi bağlacısından da istifadə etdik. 4. Dərslərini məncə oxu cümləsində 4 müxtəlif nitq hissəsi işlənmişdir. Burada diqqət olmaq lazımdır. Əgər məncə sözünün hər iki tərəfindən vergül işarəsi qoyulsaydı, burada 3 müxtəlif nitq hissəsi işlənəcəkdir. Ancaq vergül qoyulmadığına görə dərs, deməli, isimdir, oxu feildir, mən əvəzlikdir, C qoşmadır. Deməli, göründüyü kimi 4 müxtəlif nitq hissəsi işlənmiş oldu. Fikir doğrudur. Bəndi, başladın sözü bütün hallarda xəbər şəklində olan feildir, yanlışdır. Çünki başladın sözünü mən, başla, başlatın. Yəni, verilişi başladın. Məsələn, formasında işlədərək əmr şəklində olan söz kimi də düşünə bilərəm. Deməli, sualın düzgün cavabı göründüyü kimi D bəndi olacaq. Cümlələrdən birində yol verilmiş orfoqrafik səhv ismin hal şəkilçisinin işlənməsi ilə bağlıdır. A bəndi, başım, beynim tüstülənir, varlığımda kədər, təlaş, gözlərimdə ildırımdır, damla-damla axan qan yaş. Deməli, burada yazılışı səhv olan söz beynim sözdür. Ancaq görürük ki, burada orfoqrafik səhv hal şəkilçisi ilə yox, mənsubiyyətə görədir. Çünki bildiyimiz kimi beyin sözü mənsubiyyət şəkilçisi qəbul etdiyi zaman kökdəki isaitin düşməli idi. Bəndi, Mirzə Səfərin 2 oğlu Ədliyyə məktəbinin 5-ci sinifində oxuyurdular. Deməli, Ədliyyə, burada 2 y olması lazım idi. Bir orfoqrafik səhv burada var. Deməli, Ədliyyə məktəbinin 5-ci sinifində. Deməli, burada xəta yoxdur. Xəta burada ədliyyə sözünün yazılışında var. Yanın bir dənəsi deməli yazılmayıb. Bu isə təbii ki, hal şəkilçisindən bağlı olan bir şey deyil. C bəndi. 19-cu əsrdə sənaye inqilabından sonra işçi və sahibkar təbəqələri arasında sinfi mübarizə daha da kəskinləşdi. Burada 2 yerdə xəta var. 19-cu və deməli kəskinləşdi. Təbii ki, bunların heç biri hal şəkilçisindən bağlı olan bir məqam deyil. Deməli, hər ilin 4 fəsli və hər fəsilin də öz gözəlliyi var. Deməli, fəsil sözü bildiyimiz kimi hal şəkilçisi, saitlə başlayan hal şəkilçisi qəbul etdiyi zaman buradakı isaiti ola bilməz. Bu düşməsi lazım idi. Amma burada görürük ki, düşmübdür. Yəni, bu söz fəslin şəklində yazılması lazım idi. Ancaq fəslini yazılıbdır. Və buradakı in də bu i mənsubiyyət olduğuna görə bu yəlik hal şəkilçisidir. Deməli, bu hal şəkilçisindən bağlı olan xətadır. Bəndi, birdən uşaqlardan birisi bərkdən qışqırdı. Yəni, burada sözün deməli, kökündə ki samiti olması lazım idi. Bunun isə hal şəkilçisinin əlaqəsi yoxdur. Göründüyü kimi sualımızın düzgün cavabı D bəndi olacaq. Mən ona demişdim ki, hamını öz arşını ilə ölçməsin cümləsindəki ki sözünü mən sözündən sonra işlətsək, cümlədə hansı dəyişikliklər baş verər? Yəni, mən ki ona demişdim, hamını öz arşını ilə ölçməsin. Deməli, deyir ki, cümlənin quruluş növü dəyişər, yanlışdır. Bu vəziyyətdə mən ona demişdim ki, hamını öz arşını ilə ölçməsin cümləsi, bu tabeli mürəkkəb cümlə, yəni cümlə mürəkkəb cümlədir. Sadəcə budaq cümlənin baş cümlə bağlayan vasitə ki bağlayıcısıdır. Mən ki ona demişdim, hamını öz arşını ilə ölçməsin. Bu da tabeli mürəkkəb cümlədir. Ancaq sadəcə intonasiya ilə bağlanır. Deməli, cümlənin quruluş növü dəyişmir. 2. Cümlədəki köməkçi nitq hissələrinin sayı dəyişər. Baxaq, mən ona demişdim ki, 1. Hamını öz arşını ilə ölçməsin. Deməli, 2 köməkçi nitq hissəsi var. Mən ki ona demişdim. Yəni, buradakı 2 yenə köməkçi nitq hissəsi kimi işlənir. Yəni, dolayısıyla köməkçi nitq hissələrinin sayında hər hansı bir dəyişiklik olmur. Ona görə 2 də yanlışdır. 3. Ki sözünün qrammatik mənası dəyişər. Deməli, mən ona demişdim ki, buradakı ki nədir? Bağlayıcı. Əgər biz kini götürüb mənin yanına gətirsək, mən ki ona demişdim. Artıq burada ədat meydana çıxmış olacaq. Ona görə də deməli 3 doğru fikirdir. 4. Budaq cümləni baş cümləyə bağlayan vasitə dəyişəcəkmi? Bəli. Deməli, mən ona demişdim ki, hamını öz arşını ilə ölçməsin. Burada budaq cümlə baş cümləyə ki tabellik bağlayıcısıyla bağlanıbdır. Ancaq mən ki ona demişdim, hamını öz arşını ilə ölçməsin. Burada isə budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır. Deməli, 4-cü fikir də doğrudur. 5. Mübtədanın ifadə vasitəsi dəyişər.
Yəni burada cümlənin mübtədası məndir. İkini götürüb məni yanına gətirsək, yəni də cümlənin deməli mübtədası mən olur. Digər cümlənin isə mübtədası hamını öz arşını ilə ölçməsin. Kim? O. Yəni bütün hallarda o olur. Yəni bu dəyişmir. Deməli 5-ci fikirdə doğru deyil. Göründüyü kimi sualımızın düzgün cavabı 3, 4, yəni A bəndi olacaq. Bağlayıcı ilə amonimliyi olan ədatın işləndiyi cümlələri müəyyən edin. Deməli, hansı ədatların ki, bağlayıcılarla amonimliyi var? Deməli, onları tapmalıyıq. 1. Qəhrəman doğrudan da evdə artıq bəzək-düzək olmağının əleyhinə idi. Deməli, qəhrəman doğrudan da buradakı məqsəd hissəsi modal söz var. Evdə artıq bəzək-düzəyin olmağının əleyhinə idi. Ümumiyyətlə, bu cümlədə gördüyümüz kimi heç ədat işlənməmişdir. Qərar yekdildir, yəni heç kim etiraz etməyib. Bu cümlədəki yəni bağlayıcıdır. Bizə isə dedi ki, bağlayıcı ilə amonimliyi olan ədatın işləndiyi. Deməli, ikini də götürə bilmərik. 3. Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər. Buradakı ancaq ədatdır və bu ədatın bağlayıcı ilə amonimliyi vardır. Deməli, 3-ü götürürük. 4. Bağrım çartladı, qardaş, danış da. Buradakı da ədatdır. Həmçinin da ədat olmaqla yanaşı bağlayıcı kimi də işlənən sözdür. Deməli, 4 də düzgündür. 5. Deyilənləri anlamaq yəni bu qədər çətindir. Yəni burada sual ədatı kimi işlənmişdir və bu bağlayıcı ilə amonim olan ədatdır. Deməli, 5-i də götürürük. Bizdə şeir də var, sənət də vardır. Şairə, sənətə hörmət də vardır. Buradakı dələr isə bağlayıcıdır. Bu, yəni ədat kimi işlənməmişdir. Ona görə də götürə bilmərik. Deməli, sualımızın düzgün cavabı 3, 4 və 5 olacaq. Zərfliyin məna növlərinə görə işlənmə ardıcıllığını müəyyən edin. Bahar əlini atıb gözünü örtən ağır yorğanı qaldırmaq istədi. Deməli, Bahar gözünü örtən ağır yorğanı necə qaldırmaq istədi? Əlini ataraq. Deməli, bu tərz hərəkət zərfliyidir. Biz kəndə çatanda günəş buludların arxasında idi. Deməli, nə vaxt günəş buludların arxasında idi? Biz kəndə çatanda. Bu zaman zərfliyi. Türbənin içi getdikcə qaranlıqlaşdığından çiçəklər görünmürdü. Çiçəklər nə səbəbə görünmürdü? Türbənin içi getdikcə qaranlıqlaşdığından. Bu səbəb zərfliyidir. Mübariz İbrahimov vətən uğrunda canından keçdi. Mübariz İbrahimov niyə, nə məqsədlə canından keçdi? Vətən uğrunda. Bu da məqsəd zərfliyidir. Deməli, sualımızın düzgün cavabı 4, 3, 1, 2 şəklində olacaq. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan birləşdirici bir aləm də var ki, bu ədəbiyyat və incəsənətdir. Deməli, biz nümunə ilə bağlı doğru və yanlış fikirləri müəyyən etməliyik. Birinci fikir. Baş cümləsi budaq cümləsindən əvvəl işlənmiş tabi mürəkkəb cümlədir. Fikrə, deməli, doğru fikir kimi yanaşılıbdır. Baxaq. Budaq cümlənin baş cümləyə bağlayan vasitə iki bağlayıcısı. Bildiyimiz kimi budaq cümlə baş cümləyə iki bağlayıcı ilə bağlandıqda birinci gələn baş, sonra gələn budaq cümlə olur. Fikrin qarşısına doğru yazıldığına görə deməli birinci fikri götürəcəyik. 2. Həm baş, həm də budaq cümlənin mübtədası ismlə ifadə olunmuşdur. Fikrinin qarşısına yanlış yazılmışdır. Deməli, baş cümlənin mübtədası aləmdir. Budaq cümlənin mübtədası isə budur. Aləm, isim, bu isə əvəzlikdir. Fikir yanlışdır. Və nümunədə gördüyümüz kimi burada yanlış yazılıb. Deməli, ikinci fikri də götürəcəyik. 3. Tabesilik əlaqəsi yalnız baş cümlədə işlənmişdir. Fikrinin qarşısına doğru yazılmışdır. Baxaq görə fikir doğrudur, yoxsa yanlışdır. Təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan birləşdirici bir aləm də var. Bu baş cümlə. Təbiətlə insan bir-birinə bağlanıb tabesilik əlaqəsi ilə. Budaq cümlədə isə ədəbiyyat və incəsənətdir, həmciz xəbərlərdir. Burada da tabesilik əlaqəsi var. Gördüyümüz kimi tabesilik əlaqəsi həm baş, həm də budaq cümlədə işlənmişdir. Burada isə yalnız baş cümlədə işlənmək fikri doğru verilmişdir. Ona görə 3-ü götürmürük. 4. Baş cümlədə həm tabelilik, həm də tabesilik bağlayıcısı işlənmişdir. Fikri doğru verilibdir. Baxaq. Təbiətlə insan qəlbi arasında, təbiət və insan qəlbi arasında. Deməli, burada tabesilik bağlayıcısı var. Sonra deməli, baş cümlədə həm tabeli, həm də tabesilik. Tabesilik bağlayıcısını gördük. Burada iki bağlayıcısı da var. Aydınlaşdırma. Bu isə tabelilik bağlayıcısıdır. Göründüyü kimi fikir doğrudur.
Yəni biz baş cümlədə həm tabeli, həm də tabelçilik bağlacısının işləndiyini gördük. Fikrin qarşısına doğru yazıldığına görə təbii ki, 4-ü də götürəcəyik. 5. Budaq cümlənin xəbəri söz birləşməsi ilə ifadə olunmuşdur. Fikri doğru təqdim olunmuşdur. Baxaq, budaq cümlənin xəbərinə. Deməli, bu ədəbiyyat və incəsənətdir. Nədir? Ədəbiyyat və incəsənətdir. Həmciz xəbərlər, ədəbiyyat və incəsənət. Bunlar nədir? İsimlərdir. Təbii ki, bunlara söz birləşməsi deyə bilmərik. Ona görə 5-ci fikir də yanlışdır. Doğru yazıldığına görə götürülür. 6. Baş cümlədə həm söz, həm də söz birləşməsi ilə ifadə olunmuş təyin işlənmişdir. Fikri yanlış təqdim olunmuşdur. Baxaq, təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan birləşdirici bir aləm də var. Bu oldu baş cümləmiz. Var xəbər, aləm mübtəda. Hansı aləm var? Təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan bu söz birləşməsi ilə ifadə olunan təyindir. Hansı aləm? Birləşdirici aləm. Bu isə sözlə ifadə olunan təyindir. Gördüyümüz kimi həm söz birləşməsi ilə həm də sözlə ifadə olunan təyin var. Ancaq bu fikrin qarşısına yanlış yazıldığına görə təbii ki, altını da götürə bilmərik. Deməli, sualımızın düzgün cavabı 1, 2, 4 şəklində olacaq. Əlavələrlə bağlı düzgün ardıcılığı müəyyən edin. Qarşıda Şah dağın ətəyində əsrarəngiz bir mənzərə canlanırdı. Deməli, qarşıda, harada? Görünür ki, burada yer zərfliyinin əlavəsi işlənmişdir. Deməli, birinci olacaq 4. Uzaqlara, heç kimin əlinin çatmadığı bir yerə getmək onun çoxdankı arzusu idi. Uzaqlara getmək deməli söz birləşməsidir. Heç kimin əlinə çatmadığı bir yer əlavədir. O əlavə uzaqlara sözünün əlavəsidir. Uzaqlara sözü isə məslər tərkibinin, yəni fe'li birləşmənin aslı tərəfidir. Deməli, əlavə fe'li birləşmənin aslı tərəfinə aiddir. 2. Məktəbin həyətinə toplaşanların, 9-cuların çoxu buraxılış imtahanında yüksək bal toplayan şagirdlərdir. Deməli, toplaşanların çoxu söz birləşməsi, 9-cuların, deməli, toplaşanların sözünün əlavəsi. Toplaşanların sözünün özü isə ismi birləşmənin aslı tərəfidir. Deməli, əlavə ismi birləşmənin aslı tərəfinə aiddir. Sonra 1 olacaq. Sonra, yaşasın səadət, o yaz səhəri. Nə etsin? Yaşasın. Nə? Səadət. Əlavə, o yaz səhəri də onun əlavəsidir. Səadət də mübtəda olduğuna görə, deməli, mübtədanın əlavəsi işlənmişdir. 3. Evimiz orada, çayın qırağında idi. Burada orada idi. Orada, harada sualına cavab versə də, əlavə və əlavəli üzrün eyni suala cavab verdi nəzərə alaraq, deməli, evimiz orada idi mənasında olduğunu müəyyən edə bilərik. Deməli, burada da xəbərin əlavəsi işlənmişdir. Ən sonunda isə 5. Deməli, sualımızın düzgün cavabı 4, 2, 1, 3, 5 şəklində olacaq. Uyğunluğu müəyyən edin. Göründüyü kimi 3 nümunə verilmişdir. Öldürücü zərbə, böyüklüyün göstəricisi və unutqanlığın sonu. Bu nümunələrin deməli hər üçünə aid olan xüsusiyyəti müəyyən etməliyik. Sonra yalnız ikisinə aid olan xüsusiyyəti müəyyən etməliyik. Sonra isə yalnız birinə aid olan xüsusiyyəti müəyyən etməliyik. A bəndi. Aslı tərəfi sifətdən düzəlmiş isimlə ifadə olunmuşdur. Deməli, aslı tərəfi sifətdən düzəlmiş isimlə. Sözlərin aslı tərəfini tərkibinə görə təhlil edək. Öl sözün köküdür. Öldür, öldürücü. Böyü, böyük, böyüklük, ün. Unut, unutqan, unutqanlıq, ın. Deməli, bizə dedi ki, aslı tərəfi sifətdən düzəlmiş isimlə ifadə olunmuşdur. Deməli, öldürücü zərbə nümunəsindəki öldürücü sifətdir. Böyüklük isimdir, unutqanlıq isimdir və bunların hər ikisi sifətdən düzəlmişdir. Yəni, böyüklük böyük sifətindən düzəlmişdir, unutqanlıq isə unutqan sifətindən düzəlmişdir. Deməli, aslı tərəfi sifətdən düzəlmiş isimlə ifadə olunmuş fikri verilmiş ifadələrin ikisinə aid olan xüsusiyyətdir. Deməli, bura A yazacağıq. Sonra B. Nə asılı, nə də əsas tərəfdə qrammatik şəkilçi işlənmişdir. Gördüyümüz kimi, böyüklüyün göstəricisi nümunəsindəki böyüklüyündəki ün, göstəricisi sözündəki i, unutqanlığın ın, sonu oblar qrammatik şəkilçilərdir. Öldürücü zərbə ifadəsində isə heç bir qrammatik şəkilçi işlənməmişdir. Deməli, B bəndi verilmiş ifadələrdən yalnız birinə aid olacaq. Bu 3 uyğun gəldi.
C bəndi əsas tərəfi üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmişdir. Üçüncü şəxsin mənsubiyyət şəkilçisi, deməli, unutqanlığın sonu nümunəsindəki, sonu sözündəki o mənsubiyyətdir. Böyüklüyün göstəricisi nümunəsindəki, göstərici sözündəki də mənsubiyyət şəkilçisidir və hər ikisi üçüncü şəxsdir. Deməli, əsas tərəfin üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etməsi fikri iki nümunəyə aiddir. Yəni, C də 2-yə uyğun gələcək. D. Həm əsas, həm də aslı tərəfi düzəltmə sözlə ifadə olunmuşdur. Deməli, zərbə quruluşca sadə sözdür. Sonra son sözü quruluşca sadə sözdür. Böyüklük düzəltmə sözdür. Göstərmək feilindən göstərici əmələ gəlib ki, bu da düzəltmə. Deməli, bu xüsusiyyətdə deməli, yalnız bir sözə aid xüsusiyyətdir. Həm əsas, həm də aslı tərəfi düzəltmə söz olan ifadəmiz böyüklüyün göstəricisi ifadəsidir. Deməli, D bəndi də 3-ə uyğun gələcək. Sonra E bəndi kökü feil olan düzəltmə söz işlənmişdir. Deməli, kökü feil olan düzəltmə söz. Öldürücü zərbə nümunəsindəki öldürücü sözü düzəltmədir, sözün kökü ölmək feilidir. Böyüklüyün göstəricisi nümunəsindəki böyüklüyün düzəltmə sözdür, sözün kökü böyümək feilidir. Unutqanlığın son nümunəsindəki unutqanlığın sözünün deməli kökü unutmaq feildir. Göründüyü kimi kökü feil olan düzəltmə söz işlənmişdir fikri isə hər üç nümunəyə aiddir. Ona görə də E 1-ə uyğun gələcək. Deməli, sualımızın düzgün cavabı 1 E, 2 AC, 3 BD şəklində olacaq. Mətnə əsasən cədvəli doldurun. Deməli, tünd hərflərlə verilmiş ifadələr baş vermək, dünyasını dəyişmək və məruz qalmaq ifadələrdir. Birinci, baş vermək ifadəsinin qarşılığı nə ola bilər? Üz vermək, təzahür etmək, törəmək, ortaya çıxmaq, eyni zamanda deməli 4 nömrəli enerji blokunun reaktorunda qəza baş verir, qəza olur. Məsələn, olur sözündən də əvəz edə bilərik. Bunları cümlədə necə işlədə bilərik? Son illər bölgədə tez-tez zəlzələlər üz verir. Araşdırma nəticəsində yeni faktlar ortaya çıxdı. Yəni, deməli, bu formada birinci ifadəmizin qarşını tapıb, kontekst uyğun qarşını tapıb, onu da cümlədə işlədə bilərik. İkinci, dünyasını dəyişmək ifadəsinin qarşılıqları nə ola bilər? Vəfat etmək, ölmək, dünyadan köçmək, canını tapşırmaq. Həmin qarşılıqlarda cümlədə işlədək. Deməli, nənəm uzun sürən xəstəlikdən sonra vəfat etdi. Ustad sənətkar ötən gün dünyadan köçdü. Bu şəkildə, yəni qarşılığında cümlədə işlədə bilərik. Üçüncü, məruz qalmaq ifadəsidir. Məruz qalmaq ifadəsinin kontekst uyğun qarşılığı nə ola bilər? Düçar olmaq, uğramaq, tutulmaq ifadələrindən əvəz edə bilərik. Yəni, o ifadənin qarşılığı ola bilər. Və biz bunu cümlədə necə işlədə bilərik? Məsələn, qəfil tufan gəmini böyük təhlükəyə düçar etdi, yəni məruz qoydu. Yəni, baş vermək, dünyasını dəyişmək və məruz qalmaq ifadələrinin qarşılıqlarını bu cür tapıb və cümlədə işlədə bilərik. Mətnə əsasən yanlış fikri və ya fikirləri müəyyən edin və seçiminizi əsaslandırın. Deməli, 1. Bəzən işçilərin səhlənkarlığı minlərlə insanın faciəsinə səbəb olur. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Çünki mətndə nəzər yetirdiyimiz zaman görürük ki, insanların faciəsinə səbəb olan hadisə işçilərin səhlənkarlığından deyil, qəza nəticəsində baş verir. Yəni, Çernobıl faciəsi insanların səhlənkarlığından baş verməmişdir. Birinci abzasda deyir ki, 1986-cı il aprelin 26-sında Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl atom elektrik stansiyasının 4 nömrəli enerji blokunda qəza baş verir. Yəni, bu insan səhlənkarlığı demək deyil. Yəni, bunun özü də birinci fikrin yanlış olduğunu demək əsas verir. 2-yə baxaq. Çernobıl atom elektrik stansiyasında baş vermiş qəza nəticəsində yaranan şüalanmanın insanlara mümkün təsirinin aradan qaldırılması üçün 9 gün kifayət etmişdir. Mətnə nəzər saldığımız zaman görürük ki, 9 gün ifadəsi var. Ancaq bu, həmin o şüalanmanın insanlara mümkün təsirinin aradan qaldırılması üçün təbii ki, kifayət edəcək vaxt deyil. Bu da, deməli, yanlış fikirdir. Fikrimizi necə əsaslandıra bilərik? Mətnə nəzər yetirdiyimiz zaman görürük ki, 9 gün sadəcə qəza baş verən blokun üzərinin torpaqla örtülməsinə və həmin blokun dəmir beton hissələrlə örtülməsinə sərf olunan vaxtdır. Yəni, ikinci abzasda bu hissələr.
Şüalanmanın insanlara mümkün təsirlərindən qaldırması isə aydın məsələdir ki, daha uzun müddət davam etmişdir. Ümumiyyətcə, ikinci fikri lap mətnə əsaslanmadan da belə ümumi oxuduğumuz zaman atom elektrik stansiyası deyirik. Deməli, burada faciə baş vermişdir, şüalanma yayılmışdır və bunun nəticələrini 9 gün ərzində aradan qalmışdır. Aydın məsələdir ki, bu absurd fikirdir. İndinin özündə də bildiyimiz kimi hələ də Çernobılda həyat bərpa edilməmişdir. 3-ə baxırıq. Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatlarda iştirak edən insanların bir çoxu ya dünyasını dəyişib, ya da əlil olub. Bu da mətndə öz əksini tapmış bir fikirdir. 3-cü fikir doğrudur. Deməli, biz birinci və ikinci fikri seçməli və hər iki fikri də qeyd etdiyimiz şəkildə əsaslandırmalıyıq. Qarşısında Roma rəqəmi yazılmış hansı cümlələrin yeri dəyişdirilsə, cümlələr arasında pozulmuş məna əlaqəsi bərpa olunar. Deməli, qarşısında Roma rəqəmləri yazılmış cümlələrimiz 1, 2, 3, 4-cü abzasda işlənmişdir. Oxuyaq cümlələri. Xilas etmə işlərində iştirak edən digər insanlar da ağır şüalanmaya məruz qalıblar. Burada digər söz var. Rəsmi məlumatlara görə onların 15 mindən artığı bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 95-100 min arasındadır. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb edilib. Deməli, biz burada birinci abzasla, daha doğrusu birinci cümlə ilə dördüncü cümlənin yerini dəyişməliyik. Yəni 1 ilə 4-ün yerini dəyişdiyimiz zaman uyğunluq bərpa olunacaq. Bu cür olacaq. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb edilib. Rəsmi məlumatlara görə onların 15 mindən artığı bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. Yəni, bu 650 min insandan 15 mini, deməli, bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 95-100 min arasındadır. Yəni, 650 mindən 95-100 minin deməli, dünyasını dəyişənlərin sayının bu qədər olması məlumatı var. Və ən sonda isə olacaq ki, xilas etmə işlərində iştirak edən digər insanlar da, yəni bu 650 mindən, yəni bu ölənlərdən başqa qalan digərləri də ağır şüalanmaya məruz qalıblar.